necə uşaqlar? Yaxşıyıq müəllim, siz necəsiniz? Anar, bəs sən ölməmişdin? Mən yox, ölməmişdim. Ayaz ölmüşdü. Ayaz ölmüşdü, bəli. Fidan, necəsən? Yaxşıyam müəllim, siz necəsiniz? Çox sağ ol, yaxşıyam. Onun gözləri gülürdü. Nə idi? Necə oldu o layihəyə düşdünüz? Birinci başlayaq Cəfərovdan. Əslində mən də bilmirəm, belə dərslərə gəlib gedirdim qaydasında. Əsas odur ki, disiplinli olmaq lazımdır. Bunu bir daha burada öyrəndim, məsuliyyət götürməyi öyrəndim və nəticədə bu təklif gəldi. Bilmirdim nə edeyim, çox sevindim, qəbul elədim və düşdük. Hə, müəllim, nətər oldu? Demək günlərin bir günü Zaur müəllim gəldi dedi ki, belə bir dənə serial var, daha doğrusu film var. Hə, şəhərli obrazında sən. Sabah kampa gedirik, belə bir şey çəkək orada. Getdik, çəkdik, qısa sonra onu serial dedik. Yadda qalan maraqlı an nədir Cəfərov? Mənim üçün o yenə deyirəm, suya düşmə səhnəm çox maraqlı idi mənim üçün. Danışqa! Onsuz da demək olar ki, hər şeyin ilkin yaşadım, amma o lap pik idi də mənim üçün ki, hava qaranlıq soyuyurdu yavaş-yavaş. Dedik ki, suya düşəcəksən. Dedim, görəsən nətər düşəcəm də, hardan hoppanacam, nəsə olub eləyər. Gördüm, yox da elə dərənin qırağında falan. Suda da belə balaca-balaca qurbağalar var idi. Onlardan birini utdum deyəsən, dəqiq bilmirəm, amma olsun. Vermişsiniz müəllim. Geçme! Sen boğulursan güya. Necə olsun? Çox sağ ol. Bir o idi, bir də ki, Tərlanla olan səhnədə o başını vurmağı mənim üçün orada külbaşva Tərlan. Külbaşva. Gülmədə. Davam edin, tərpənməyin. Bilmir, davam edin. Ora çox mənim üçün maraqlı idi. Ya maraqlı hamısıydı. Xüsusi yadda qalan elə o su səhnəsi idi. Çürüyün dalar. Gülme! Fidan özü boğulmamaq üçün qızanı boğacaqdı az qala. Bəli. Gülməkdən obrazı fokuslana bilmədiyiniz səhnə hansı idi? Pəncərə səhnəsi var, gəlir. Sonra qardaşı gəlir, qalxır mənim yanıma pəncərəyə. Üçüncü serialın səhnəsidir. Orada elə bir ki, mənim planım çəkiləndə Fidanın yerinə dublyor aktyorumuz var, bizdə Rıza Hüseynli. Orada oynayırdı. Ona belə çox gülmüşdüm, özümü saxlayamırdım. Rod var səndə, Fidan. Var. Sizdən sonra Fidan. Eləmə. Qardaş gəldi. Niyə baxırsan? Çəkdi. Mənim üçün oturmuşduq o ən axırıncı final bölümündə. Hamımızın oturduğu, o Bakıya getməyi planladığımız səhnədə qaranlıq içəri girişi. Qabağını tutmaq risk edir. Elaydı sən də dur. İkisi də belə durur, Tərlan ortada qalır. Ki, bu qorxutmalıdır. Sonra şey də maraqlı idi, şey gülmüşdüm, yıxıldım mən suya. Su səhnəsində və köşkdəydim. Romantik olmaq istəyəndə mən. Çox pis oldu. O videoya nə qədər baxış gəlib özdə. Çoxdur. Öz obrazınızla dost olarsınız. Anar, misal üçün sən Ayazla dost olarsan və yaxud da Fidan sən Nərgizlə dost olarsanmı? Mən olarım. Nərgiz səndən dost olar. Hə, olaram. Hə, Niyə? nə bilim, ya adam sevdiyinə görə qabağa atılır güllə qarşısına. Niyə bir insan onunla dost olmasın? Ayaz bəs Anarla dost olar səncə? Məncə ola da bilər. Yox, olar, olar. Onun gözləri gülürdü serialında. Kimin gözləri gülürdü? Məncə Ayazın. Ölənə yaxın da olsa gözləri güldü, elədi. Məncə hər səhnədə Nərgizə baxanda gözlərini görsəz görərsən kim gülür. Real həyatda başına gəlsəydi belə bir hadisə, eyni Ayaz kimi hərəkət edərdi. Ay, bir də axırda öləndə biraz fikirləşərdi. Özüm başqasını qabağa atardım da. Ya da tüfəngə vurardın. Nəsə eləyərdim də orada. Mən olsaydım, əgər həqiqətən sevdimsə, qaçardım Bakıya başdan. Şəhərə qaçardım bəli. O uzatmazdım da. Qardaşım görər belə qaçardım elə. Yəni yolda maşınla rastlaşdın oğlanla. Eləncəni söyüb batırardın onu. İlk başda əsəbləşərdim. Hətta Nərgizdən də daha çox əsəbləşib, daha çox söyərdim. Amma sonra gördüm ki, xoşum gəlir, sevirəm zət, qaçardım. Bəs qardaş? Qardaşdı da. Belə şeylər eləm, bəs qardaş.
Ssenaridə dəyişmək istədiyiniz yer olsaydı, haranı dəyişərdiniz? Bəli, məncə finalı dəyişmək olardı. Nə dəyişərdiniz? Necə? Ya mən ölə bilərdim, ya da Tərlan özünü qabağa ata bilərdi, ölə bilərdi. Mən şey Nərgizi öldürmək. Nərgizi öldürmək. Nərgizi Hə, öldürərdiniz. Nərgizi. Ola bilər. Onun gözləri gülürdü serialında. Başqa hansı obrazı oynamaq istəyərdiniz? Ayazı oynamaq istəyərdim. Əgər bir oğlan olsaydım, Ayazı Ayaz oynamaq yəni. istəyərdim. Ona nələr qatmazdı. Mən Nərman oynayardım müəllim. Nərmanı. Hə, Nərman. Sonunu əgər siz yazsaydınız serialın, Nərgizlə Ayaz indi harda olardı? Maldivdə uzaq ikisi də. İzləyicilər sizi bir daha hansı proyektdə görəcək? Akademiyaya gəlin görərsiniz. Sağ olun.